Fövqəladə Hallar Nazirliyi tərəfindən Ağcabədi və Beyləqan rayonlarında meşələrin yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri təşkil olunub. Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin müvafiq əmrinin icrası çərçivəsində Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişaf Xidmətinin 9 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Ağcabədi və Beyləqan rayonlarının ərazisində yerləşən meşəbəyliklərində, eləcə də meşə ətrafı ərazilərdə fəaliyyət göstərən ictimai yaşayış obyektlərində maarifləndirmə işləri aparıblar. Tədbirlər zamanı meşə və meşə ətrafı sahələrdə yanğın təhlükəsizliyinin mövcud vəziyyəti təhlil olunub. Xüsusilə yay mövsümündə baş verə biləcək yanğınların qarşısının alınması üçün görülmüş qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, milli sərvət hesab olunan meşələrin qorunması üçün hər bir vətəndaş təhlükəsizlik qaydalarına ciddi riayət etməli, aidiyyəti qurumların nümayəndələri isə üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməlidirlər. Həmçinin vurğulanıb ki, meşə və meşə ətrafı ərazilərdə yanğın hadisələrinin baş verməməsi üçün sahibkarlar və yerli sakinlər yanğın təhlükəsizliyi qaydalarına xüsusi diqqət yetirməlidirlər. Tədbirlər çərçivəsində iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda xüsusi texnikaların köməyi ilə meşə ətrafı ərazilərdə sahələrin 6-8 metr enində şumlanaraq təhlükəsizlik zolaqlarının yaradılması əyani şəkildə nümayiş etdirilib. Sözgedən tədbirlər Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidmətinin müvafiq əmrin icrası çərçivəsində həyata keçirilir. Əsas məqsəd meşə zolaqları və meşə ərazilərində yanğın riskinin minimuma endirilməsi, həmçinin aidiyyəti ərazilərdə fəaliyyət göstərən ictimai yaşayış və digər obyektlərin işçi heyətinin yanğın təhlükəsizliyi mövzusunda maarifləndirilməsi və zəruri tədbirlərin həyata keçirilməsidir. Vüsal Rafiqoğlu, Mirələ Məhmədov, Vəfa Hüseynova,